Vəsiyyət etmişdi ulu önderimiz, Qarabağ azad olunduqda biter dərslərimiz. Atanın əmrini icra edən rəhbərimiz verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Verib hər bir yana elan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətənpərvər oğul, analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Səfərbərlik olan gün necə çıxdıq yürüşə, bizi cənnət Qarabağımız çağırırdı görüşə. Hətta az yaşlı uşaqlar can atırdı döyüşə. Hamının içində vicdan dedi ki, yaşasın Azərbaycan yaşasın. Hamının içində vicdan dedi ki, yaşasın Azərbaycan yaşasın. Yine Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Cənab Ali Başkomandan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətən uğrunda canından keçdi, neçə qeyrətli vətənpərvər oğul, analar balasını qurban dedi ki, yaşasın Azərbaycan.
Azərbaycan yaşasın. Kimi millət belə vəhdət yaranır, daha da Azərbaycanımız uğurlar qazanır. Müzəffər ordumuz hər yerdə müzəffər dayanır. Budur son söz, budur fərman, dedi ki, yaşasın Azərbaycan yaşasın. Budur son söz, budur fərman, dedi ki, yaşasın Azərbaycan yaşasın. Yenə Xankəndə girib xan dedi ki, yaşasın Azərbaycan yaşasın. Vətənpərvər oğul, analar balasını qurban dedi ki, yaşasın Azərbaycan yaşasın. Əziz qardaşlar, məclisimiz sona çatır. Biz də istərdik ki, Qarabağ Qazilər İctimai Birliyinin Gəncə filialının rəhbəri Eyvaz müəllimin adından, bütün kollektivimizin adından çox dəyərli qardaşımız, dostumuz Şahin müəllimə öz minnətdarlığımızı bildirək. Həqiqətən də Şahin müəllim vətənpərvar insandır, özü də döyüşçüdür. Burada olmasa da ürəyi buradadır, əlaqə saxlayıbdır. Çox sağ olsun Şahin müəllim, həqiqi də vətən oğullarına böyük dəyər verdi, qiymətləndirdi və bizim üçün onun kollektivi gözəl bir məclis təşkil elədi, minnətdarlığımızı bildiririk. Musiqi kollektivimizə, Sahil müəllim başda olmaqla bütün musiqi heyətinə, bizim müğənnilərimizə öz minnətdarlığımızı bildiririk. Allah sizləri qorusun. Hər bir burada iştirak edən qardaşlarımıza, bir çoxları gedibdir, öz minnətdarlığımızı bildiririk. Və inanıram ki, bizim birliyimiz bundan sonra da nümayiş etdiriləcəkdir. Birliyimizi biz göstərəcək. Həqiqətən də bu günləri bu belə qazilərimizin tədbirində hər bir fəal iştirak edən insanlar hər biri vətənpərvərdir. Abbas müəllim, siz də çox sağ olun ki, bu günləri sizlə bir yerdə çox şad olduk ki, bu tədbiri biz hazırladıq, yola verdik. Bu tədbirimiz demək olar ki, Respublikamızda ən nümunəvi tədbirlərdən biridir. Mən bunu hesab edirəm və belə də var. Eyvaz müəllim, siz də çox sağ olun. Biz yenə deyirəm, kollektivimizlə birlikdə fəxr edirik ki, siz varsınız. Yenə də deyirəm, kollektivin rəhbəri o deməkdir ki, kollektivin rəhbəri sağlam insan olanda onun kollektivi də sağlam olur. Siz sağlam insansınız, sizin dünya görüşümüz yaşınızdan çox irəlidir, siz gözəl qardaşsınız, siz gözəl yoldaşsınız, siz gözəl döyüşçüsünüz. Ən əsas odur ki, siz bizim döyüşçülərimiz üçün nümunəsiniz. Və ona görə də biz də fərq veririk ki, bizim cəmiyyətimizin sizin kimi sədri var. Mən bunu səmimi qəlbdən deyirəm və bir daha sizi bağrıma basıram, qardaş. Çox sağ olun, qardaşlar. Hər birinizi bağrıma basıram. İndi də Eyvaz müəllim, siz də sözünüzü deyim, əziz. Yox, əməyin zəhməti böyükdür. Allah səni nur dağına döndəsin. Mən deyəndə, mən qardaşlarımla mənəm, qalanam. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Müzəffər Ali Başkomandanı qorusun. Allah xalqımızı qorusun. Amin. Sağ olun. Sağ olun qardaşlar. Təşəkkürlərimizi bildiririk, minnətdarlığımızı bildiririk. Bununla da gecəmiz xeyirə qalsın deyirik. Sizlərlə növbəti xoş günlərdə görüşmək ümidi ilə sağollaşırıq.